Əziz valideynlər, uşaqlarınızın özgüvəninə fikir verin. Bu videonu çəkməkdə əsas məqsəd valideynlərə müraciət etmək istəyirəm. Əziz valideynlər, uşaqlarınızın özgüvəninə fikir verin. Əsasən də oğlan uşaqları. Mən bir çox uşaqlar görürəm ki, zala yaxınlaşırlar, zala gəlirlər, özgüvənini bu zalda artırırlar. Yəni bu zala gəlməmişdən əvvəlki uşaq və bu zala gələndən sonraki uşaq çox fərqli olur. Yəni biz burada tək yumruq atmağı yox, uşağın özgüvənini qaldırırıq, uşağın disiplini, nizam, intizamına fikir veririk. Yəni xahiş edirəm, oğlan uşaqlarının özgüvəninə fikir verin. Çünki bu gələcəyin ailə başçısıdır. Onun özgüvəni olmasa, gələcəkdə kiməsə söz də deyə bilməyəcək, gələcək ailəsini idarə edə bilməyəcək. Yəni bu adamın özgüvəni yoxdur. Nə haqq tələb edə bilər? Yəni idmançı nə deməkdir? Üzr istəyirəm, qəlyandan, siqaretdən, içkidən uzaq. Yəni bu təbiətdə böyüyəcək, təmiz böyüyəcək. Ona görə də uşağın özgüvəninə və yaşayış tərzinə fikir verin.